Bu növlərdə pensiya alanlara xoş xəbər. Azərbaycanda 2026-cı ilin yanvar ayından bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulub. Axar az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov Baku ST açıqlamasında məlumat verib. Deputat bildirib ki, artımlar ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçiriləcək və təxminən 1.100.000 vətəndaşı əhatə edəcək. Yaşa, ailə başçısını itirməyə və ya əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərində gələn ildən artımlar müşahidə olunacaq. Bu, artıq dövlət büdcəsi layihəsində də öz əksini tapıb. Vüqar Bayramovun sözlərinə görə 2026-cı ilin dövlət büdcəsində sosial istiqamətə ayrılan vəsaitlərin payı 40%-dən çox olacaq. Gələn il sosial təminat tədbirlərinin gücləndirilməsi və sosial sahəyə daha çox vəsaitlərin ayrılması gözlənilir. Sosial islahatlar növbəti illərdə də hökumətin əsas prioriteti olaraq qalacaq. O əlavə edib ki, əmək haqqı artımları ilə bağlı qərarlar ənənəvi olaraq prezidentin imzaladığı sənədlərlə həyata keçirilir və bu istiqamətdə mütəmadi addımlar atılır. Bayramov həmçinin qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində qeyri-neft sektorunun payı 58% olacaq. Bu, o deməkdir ki, növbəti ildə büdcə gəlirlərində qeyri-neft sektorundan daxil olan vəsaitlər neft sektorundan daha çox olacaq. Dövlət büdcəsinin sosial yönümlülüyü isə qorunacaq.